Mən belə sadə dildə izah eləyərəm. Ümumiyyətlə, yəni hansısa bir treyderin strategiyası varsa və o rəqəmlər üzərində ticarət edirsə, ola bilsin ki, bir müddət bu uğurlu ola bilər, Hı amma hı. biz özümüzü belə deyək, qapana bilmərik. Burada fundamental analiz nəzərdə tutur ki, ətrafda olan hadisələri, böyük bazalarda olan hadisələri hamısı təhlil etmək lazımdır. Hı hı. Bu yenə də ki, iqtisadi göstəricilər, bu inflyasiyadır, bu dediyim kimi işsizlik dərəcəsidir və ya iqtisadi artımdır. Hı hı. Yəni bu xəbərlər nə baş verir, nə işlər görülür, hamısına baxmaq lazımdır. Yəni trader tək rəqəmlərlə özünü izolyasiya edib bu işləməyəcək. Bu bir müddət işləyə bilər, ya da bəxti gətirə bilər, amma uzun müddətli perspektivdə bu işləmir. Çünki bazarın trendləri var. Trendlər olur, qısa müddətli trendlər var, uzun müddətli trendlər var. Onlar hamısını izləmək lazımdır və bunlar hamısı cəmdə fundamental analiz kimi qeyd olunur. Yəni bunların hamısını cəmləyib təhlil etməklə, analiz etməklə siz artıq fundamental belə bazanı sahib olursunuz və ən azından siz belə deyək, bazarın bir pay traderlərin artıq qabağında olursunuz. Yəni əslən fundamental analizdə bu nəzərdə tutulur.